ilk feminist, ilk diplomat xanımlar, ilk ordu komutanı xanımlar və bir neçə ilçi qadın imzası ilə Türkün minillik hakimiyyəti, indiki İran və indikindən dəfələrlə böyük coğrafiyaya bəxş etmiş Türk törəsi. Türkün törəsində onların çox özəl yeri var idi. Onlar nə təkcə ana idi, nə də sadəcə yoldaş. Onlar dövlətin içində səs, qərarın içində nəfəs idi. Törə tanıyardı onları, ordu dinləyərdi. Onların baxışı barış, bir kəlməsi savaş olardı. Bu, xatınların hekayəsidir, danışılmamış deyil, sadəcə biz dinləməmişik. Türk dövlət fəlsəfəsində xatun sadəcə bir qadın yox, dövlətin digər yarısı idi. Orta Asiya abidələrində xaqan və xatun buyurur ifadəsi bu həqiqətin izidir. Siyasi gücə sahib olan xatınlar, idarəçilik və saray diplomatiyasının əsas dayaqlarından olmuşlar. Əhməd Taşağıl və İlbər Ortaylı kimi tarixçilər bu ləqəbi dövlət fəlsəfəsinin ayrılmaz hissəsi kimi dəyərləndirirlər. Bu ləqəb türklərdə şahın və ya xaqanın qadın həyat yoldaşına və ya şahzadə qızlarına verilən titul ya ləqəbdir. Bu sözün kökü göy türklər və hunlara gedib çıxır. Eyni zamanda dilçilik baxımından bu ad Suqet mənşəli olduğu ehtimal edilir. Xatınlar sarayda və dövlətdə güclü nüfuz sahibidirlər. Bu güclü nüfuzun bizim üçün ən bəlirgin nümunəsi Xəzərin hökmdarı Masajetlər dövlətinin Tümrüz xatunudur. Miladdan öncə 6-cı əsrdə Masajet dövlətinin hökmdarı olan Tümrüz, Həxamənəşi şahı Kuruşu döyüşdə məğlub etdi. Herodot belə yazır, Tümrüz bir qadın kimi, güclü bir kişidən artıq idi. Onun hekayəsi Türk qadınının iradə və hərbi bacarığının simvoludur, həm də ən əski nümunələrdən biri. Türk törəsinin və türk dövlətçilik mədəniyyətinin əsas hissəsi olan xatın anlayışı, yaşadığımız coğrafiyaya minillik hökm sürən türk dövlətlərində öz quruluşunu saxlaya bilmişdir. Titul ya ləqəb dəyişsə də, törə dəyişməmişdir. Adını xutbələrdə oxutduran ilk qadın, Səlcuqlu Terken xatun. Terken xatun ya da fars qaynaqlarına görə Türkan xatun, Böyük Səlcuqlu Sultanı 1-ci Məlikşahın həyat yoldaşı və oğlu 1-ci Mahmudun anası idi. Onun atası Qərbi Qaraxanlılar dövlətinin qurucusu İbrahim Tamqaçxan idi. Terken xatun sultanın həyat yoldaşı olmaqla yanaşı, dövlət işlərində də faal rol oynayıb. O əri sağ ikən oğlu Mahmudun varis taxtına oturması üçün ögey oğlu Berkiyarkun tərəfdarları xüsusən də vəzir Nizamülmülk ilə vuruşdu. 1092-ci ildə Məlikşahın ölümündən sonra oğlu Mahmudun naibi olaraq dövlət idarəsini öz üzərinə götürdü. Bu müddət ərzində o, öz adının xutbələrdə oxunmasını təmin etdi və siyasi nüfuzunu gücləndirdi. Terken xatun 1094-cü ildə İsfahanda xəstəlikdən vəfat etmişdir. Hər xatunun öz divan təşkilatı, əskərləri, xəzinəsi və xüsusi vəziri olurdu. Səlcuq imperiyasının taleyini dəyişən digər bir xatun var idi. Atının üstündə əlində qılınc əskərlərinə baxaraq, bu gecə yalnız bu şəhəri deyil, öz ləyaqətimizi də xilas edirik deyən Altuncan xatun. Toğrul bəyin həyat yoldaşı Altuncan xatun, Həmədan şəhrini mühasirəyə alan qaynına qarşı və hətta oğladını taxta çıxmasına qarşı mübarizə aparıb. Bu qurulan kompası pozaraq Səlcuqlu dövlətini zəifləməkdən qorumuş oldu. Buxaralı olan Altuncan xatun 1060-da Zəncanda vəfat etdi və Rey şəhrində torpağa tapşırıldı. Şahlıq yalnız kişilərə aid deyildi. Buna bir daha yenidən İlxanilərin ilk qadın padişahı Satıbəy xatun da tarix şahidlik etdi. Təbriz İlxani dövlətinin mərkəzi olmuşdur. Satıbəy xatun da xandandan olduğu üçün Təbrizdə dünyaya göz açdığı ehtimalı yüksəkdir. Təbriz o zamanlar sadəcə bir paytaxt deyildi. Bu şəhər gücün, ticarətin və siyasətin damarlarında axdığı bir mərkəz idi. Və əgər bir gün bir qadın taxta çıxmalı idisə, onun beşiyi də, taleyi də məhz bu torpaqlarda yoğrulmalı idi. O az müddət hakimiyyətdə olsa da, adı dövrün sikkələrində hək olundu. Azərbaycan qadın qüdrətinin mərkəzi olmağı sanki tarixi bir misiya kimi üzərinə götürmüşdür. Dünyanın ən azı şərq tərəfində günəş kimi parlamağı bacarmışdır. Yenə Azərbaycan, yenə xatınların səlabəti, bu dəfə Qaraqoyunlu dövlətində. Tarixdə iki qadın arasında bağlanmış yeganə diplomatik sənəd iki türk qadına aiddir. Qaraqoyunlu və Ağqoyunlu arasında diplomatik sənədi imzalayan Canbəyim xatun və Sarı xatun olmuşdur. Canbəyim paytaxtı Təbriz olan Qaraqoyunlu dövlətinin şahı Cahanşahın həyat yoldaşı idi. Göyməçid və Təbriz bazarının bir hissəsinin tikintisi məhz bu xatunun yadigarıdır. Azərbaycanlı ilk diplomat xanım Sarı xatun isə Uzun Həsənin anası idi. Osmanlı Sultanı II. Məhmədlə görüşən ilk qadın elçi olaraq tarixə keçmişdir.
Onun vasitəçiliyi nəticəsində iki imperiya arasında sülh əldə olunmuşdu. O həmçinin Harput şəhrinin hakimi olmuş və orada məscid və zaviyə inşa etmişdir. Sara Xatun saray danışıqlarında əsas şəxs sayılırdı. Səfəvi dövründə qadınların siyasət və diplomasidə rolu ciddi bir yüksəliş yaşayır. Ancaq bu dövrdə xatun anlayışında bir dəyişiklik baş verir. Teymurilərdə ilk dəfə işlənən Məhd-i-Oliya ləqəbi Səfəvi sarayında şah analarına verilir. Bu dini motivlə yoğrulmuş titul ya ləqəb ənənə kimi Qacarların Müzəffərəddin şahına qədər davam edir. Taclı bəyim, eyni zamanda Şahbicə Sultan adı ilə tanınan, Səfəvi dövlətinin banisi Şah İsmail Səfəvinin həyat yoldaşı və Səfəvi sarayının nüfuzlu qadın fiqurlarından biri idi. Şah İsmail 1524-cü ildə vəfatından sonra oğlu 1-ci Təhmasib hələ yetkin yaşında olmadığından Taclı bəyin faktiki olaraq dövlətin idarəsini öz üzərinə götürmüş və 1540-cı ilə qədər bu rolu davam etmişdir. Qeyd etdiyimiz kimi Səfəvi dönəmində qadınların rolu daha da genişləndi. Hətta kökəncə türk olmayan şah qadınları da bu türklərin törəsi olan xatunluq ləqəbini daşıyırdı. Onlardan ən önəmlisi Şah Abbasın anası Xeyrunnisa Sultan və Məhd-i-Oliya ləqəbini almış Mazəndəran əsilli qadın idi. Onun siyasi məsələlərdə, özəlliklə də şahın xəstəliyi dövründə ciddi aktivliyi olmuşdur. Səfəviləri əfşarlara bağlayan xatun, əfşarlarla Səfəviləri qansız birləşdirən və böyük sərkərdə Nadir Şahın həyat yoldaşı olan Səfəvi xanədanı mənsubu Raziyə Sultan Səfəvi olmuşdur. 1736-cı ildə Nadir xan su qovşanda özünü şah elan etdikdən sonra Raziyə Sultan Şahbanu ləqəbini alaraq ölkədə ikinci ən nüfuzlu şəxsə çevrilmişdir. O 1736-1749-cu illərdə Şahbanu, 1773-1775-ci illərdə isə naibə kimi fəaliyyət göstərmişdir. Xeyriyyəçi olan Raziyə Sultan əfxanları İsfahan quşatmasında məğlub edən komutanlardan biri idi. Oğlunu Təbrizdən Tehrana taxta göndərənə qədər 45 gün məmaliki Məhrusey Qacarı idarə edən Qacar xatunu Məhd-i-Oliya Məlikcahan xanım. Məlikcahan xanım 26 fevral 1805-ci ildə Tehranda anadan olmuşdur. O Qacar nəslindən olan Məhəmməd Qasım Qacarın qızı idi. 1819-cu ildə Vəliyyət Məhəmməd Mirzə ilə evlənmiş və bu evlilikdən gələcəkdə Qacar dövlətinin şahı olacaq Nasiruddin Şah Qacar dünyaya gəlmişdir. Musiqi, ədəbiyyat və incə sənətə dərin marağı olan Məlikcahan xanım 1848-ci ildə Məhəmməd Şahın vəfatından sonra Vəliyyət Nasiruddin Mirzənin Təbrizdən Tehrana gəlməsinə qədər 45 günlük müddətdə dövlətin idarəsini öz üzərinə götürmüşdür. Bu dövrdə o, dövlət işlərinə nəzarət etmiş, məmurların fəaliyyətini tənzimləmiş və ölkənin sabitliyini təmin etməyə çalışmışdır. Məlikcahan sonuncu Məhd-i-Oliya ləqəbini daşıyan şah anası olmuşdur. Haqqında danışmağı yox, izləyə biləcəyiniz bir digər xatunu önərmək istəyirik. Fətəli Şah Qacarın həyat yoldaşı Şuşalı siyasətçi və şair qadın Ağabacı epizodun Danağac platformlarından izləyə bilərsiniz. Dünya müasirləşdikcə xatınların tarixi missiyası da dəyişir. İran tarixinin ilk feministlərindən sayıla biləcək və qadın hüquqları uğrunda dövrünə görə mütərəqqi addımlar atmış, Nasiruddin Şahın qızı Tacüssəltənə tam adı ilə Zəhrə xanım Tacüssəltənə olmuşdur. Özü uşaq evliliyinə məruz qalan və hələ 13 yaşında ikən evləndirilən Zəhrə xatun boşanaraq tabuları sındırmaqda öncül olur. Ərəb və fransız dillərində təhsil almış, Qərb ədəbiyyatına və fəlsəfəsinə maraq göstərmişdir. O, Victor Hugo, Jean-Jacques Rousseau və Otto von Bismarck'in əsərlərindən təsirlənmişdir. Rəssamlıqla məşğul olmuş, violon çalmış və evində həftəlik ədəbi salonlar təşkil etmişdir. Məşrutə fikrini mənimsəmiş Tacüssəltənə Azadə Xanımlar Cəmiyyəti, Əncümən-i Hürriyyət-i Nisvan adlı gizli qadın hüquqları təşkilatının təsisçilərindən biri olmuş və qadınları təhsili və hüquqları uğrunda fəaliyyət göstərmişdir. Eyni zamanda hicabın istəyə bağlı olduğunu düşünmüş və bu o dövr üçün cəsarətli bir addım idi. Tacüssəltənə 25 yanvar 1936-cı ildə Tehranda vəfat edir və Zahiruddovlu qəbristanında dəfn olunur. Tarixdə kişi adları çoxdur, amma dövlətin taleyini yönləndirən, sülhü bağlayan, oğlunu taxta çıxaran qadınlar da var idi. Onların izi sikkədə, məsciddə, diplomatik məktubda qalır. Bugün biz onları xatırlayırıq. Çünki onlar danışmasa, tarix tamamlanmaz. Bu epizod əslində keçmişə aid deyil. Danışdıqlarımız bugün də nəfəs alır. Çünki bir vaxtlar dövləti yönədən qadınların ruhu bugün də qəlbimizdə qərar verən cəsarətə çevrilir. Onlar müharibəni dayandırıb sözlə sülh quran qadınlar idi.
Onlar bir xalqın yaddaşında yox, onun iradəsində yaşayır. Və bu gün biz o izlərlə bir daha öz yolumuzu tapırıq. Daha möhkəm, daha ayıq, daha şuurlu. Çünki bir xalqın genetik və tarixi yaddaşı onu kölgə kimi izləyir. Bizi izləyib dinləyin. Siz əzizlərdən bu epizod haqqında fikirlərinizi öyrənmək istəyirik. Sizcə türk qadını bugünün şərtlərində hansı tarixi misyonu və ya rəsaləti daşıya bilər?